Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size Məhəmmədli qəsəbəsində şəxsi tikili, yaşayışlı ve kupçalı həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Məhəmmədli qəsəbəsidir. Hər bir tərəfi yaşayış olan yerdə yerləşir. Və onu da qeyd edim ki, hazırda evin çəkilişinə arxa tərəfində yerləşən bağ hissəsindən başlamışam. Yəni bu evimizin arxa hissəsidir. Ön tərəfini də indi videonun gedişatında göstərəcəm. 2 sotun içindədir, 2 mərtəbədir, 3 otaqdan ibarətdir. Evin ümumi sahəsi isə 150 kvadrat metrdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Bütün sayğaçları var. Həyətində çox gözəl ağacları var. Bağ-bağçalı evdir. Evimiz dairə evi qoşadaşla tikilib. Hər iki mərtəbənin hər bir tərəfi qoşadaşdır. Betonludur, kəmərlidir. Evdə istilik sistemi də kombidir. Bura evimizin mətbəx hissəsidir. Bir də buradan göstərim sizə. Mətbəx mebeli var. Hər iki mərtəbənin sanitar qovşağı var. Bura evin çamaşırxanası. Bura isə sanitar qovşağı. Ev hər tərəfdən kamera sistemi ilə təchiz olunur. Bu da az önce qeyd elədiyim ön tərəfindən olan həyətyanı sahəsidir. Həyətinə maşın rahatlıqla daxil ola bilir. Kim alacaqsa Allah həm alana həm də satan müştərimizə xeyrini versin inşallah. İndi isə gedək ikinci mərtəbədə sizə təqdim edin və bununla da videomuzu tamamlayaq. Evin qiyməti isə üzürlü sayın yenə də yadımdan çıxdı, əvvəlcədən qeyd edeyim. Qiyməti 73 min manatdan satışa çıxır. Real alıcılara qiymətli indirim ev sahibi tərəfindən olunacaq inşallah. Yataq otaqlarının hər biri genişdir. Yataq otağının birində də ayrıca yeni sanitar qovşağı var. Bu da en sonuncu geniş yataq otağımız. Evlə bağlı əlavə nə sualınız olsa zəng edərək məlumat ala bilərsiniz. Sənədi kupça təyinatda xüsusi mülkiyyət. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.